Salam uşaqlar, hər vaxtınız xeyir. Bu gün mən sizə Fikrət Qocanın Şuşa şeirinin izahını verəcəm. İlk olaraq şeirin məzmunu ilə tanış olaq, daha sonra isə təhlilində olan bütün incə məqamları sizin nəzərinizə çatdıracağam. İlk bəndə baxaq. Daşaltı çayına yol vermək üçün dağ öz ətəyini yığıb altına. Elə bil bu yeri yaratdığı gün düşübdür Allahın xoş saatına. Elə şeirin adından da göründüyü kimi burada şair Şuşanın mənzərəsindən, Şuşadan danışır. Şuşanı bir növ tərənnüm edibdir. Onun təbiətinə həsr olunmuş yüksək bir lirizm, poetik təsvirlərlə verilibdir və burada həmçinin şair Şuşanın tarixini də, onun təbiətinin gözəlliyini də göstərmişdir. Yəni testdə düşə bilər Şuşanın təbiətinə yer verilibmi? Bəli, təbiətə yer verilib. Bəs Şuşanın tarixinə yer verilibmi? Bəli, Şuşanın tarixinə də yer verilibdir. Və beləliklə Şuşa sadəcə bir şəhər kimi yox, həm də Azərbaycanın milli kimliyi və mədəniyyətinin simvolu kimi göstərilibdir. Yəni Şuşa simvol səviyyəsinə qalxıbdır. Dağ öz ətəyini yığıb altına. Baxın, buradakı bu misranı bəyə oxudum sizə. Burada nə demək istəyir şair? Burada dağı canlandıraraq dağ öz ətəyini yığıb altına, yəni metafor nümunəsi işlənibdir və təbiətin canlı və mistik bir qüvvə kimi təqdim etməsini verib. Daha sonra elə bil bu yeri yaratdığı gün, yəni burada nə demək istəyirdi? Sanki Allahın xoş saatına düşüb deyə Allah da buranı o qədər gözəl yaradıbdır. Hər daş öz rəngi ilə dünyaya baxır. Hər qaya elə bir qərinədir. Çay da əsrlərin dibində axır. Hər dağ daşa dönmüş zamandır. Nədir? Burada gördüyünüz kimi bədii sualda işlənib. Burada görürsünüz, hər daş öz rəngi ilə dünyaya baxır. Burada daşların rəngi bir metaforik mənadadır da. Daşın baxması metafordur, insan baxa bilər. Yəni dünyaya baxması onun daşların tarixi keçmişini göstərir. Daşlar səssiz şahidlər kimi dünyanı, yəni izləyir. Sanki hər biri öz rəngi ilə keçmişin izlərini daşıyır da, bax rəngi ilə. Bu nə deməkdir? Daşında tarixin öz rəngləri var. Yəni daşlar görüb də onu. Daşlar keçmişdən bizə qalan qalıqlardır, gəlib bu günə çatıbdır. Daha sonra hər qaya elə bir qərinədir. Bəs burada şair nə demək istəyir? Burada deyir ki, qaya 100 illərlə dəyişməz qaldığı üçün bir qərinədir də. Yəni qərinə sözünün elə mənası əsr deməkdir. Yəni ki 100 il, yəni bir əsr. Yəni bir qərinə 100 il deməkdir uşaqlar. Yəni qayanın da burada yaşını bir əsr kimi veribdir. Daha sonra burada çay da əsrlərin dibindən axır. Deyir, yəni çay da həmin əsrlərin. Görürsüz, elə qərinənin mənasını burada açıbdır ki, çay əsrlərin dərinliklərində axması onu zamanla birlikdə axan bir şahid olduğunu göstərir. Yəni çay da keçmişin şahidi kimi göstərilibdir. Hər dağ daşa dönmüş zamandır. Nədir? Burada da güclü metafor yaradılıbdır. Yəni demək istəyir ki, dağlar zamana çevrilib, sanki dağlar da daşlaşıbdır. Ümumiyyətlə görürsüz, bu ikinci bəndə bir növ şair şahidlik yaradıbdır. Elə bil ki, dağdır, daşdır, çaydır. Bunların hamısı keçmişi görür və keçmişdəki öz izlərini saxlayırlar. İndi isə keçirik növbəti bəndin izahına. Qıy səsi özünü atır qayadan. Başqa qayalara dəyir qayıdır. Dərə ümman olur, gələndə duman. Buludlar üstündə boz qağayıdır. İndi baxırıq 3-cü bəndin izahına uşaqlar. Burada qıy səsi özünü atır qayadan, başqa qayalara dəyir qayıdır. Bu nə deməkdir? Görürsüz, dırnaq içərisində verilibdir. Yəni yırtıcı quşun səsi. Burada nə deməkdir? Quş deməkdir, quşun səsi. Şuşanın sıldırım qayaları arasında əks-səda verir. Adi bir qayalığa gedəndə görürsüz, orada quş səsləri eşidilir. Onu deyirdi. Yəni quşun səsi özünü atır qayadan, qayalara dəyir qayıdır da, əks-səda yaradır. Bu milli ruhun sönməzliyinə, onun daim əks-səda verib yenidən dirçəlməsinə yəni işarə edir. Daha sonra dərə ümman olur, gələndə duman. Dərə ümman olur, gələndə duman. Dərə yəni duman içində görünməz olur. Və beləliklə sanki böyük bir ümmana çevrilir. Ümman axı dənizdir, dənizdən də böyükdə bir okeana çevrilir. Burada dumanın yaratdığı yəni bir effekt, duman deyir o qədər qalxır ki, dərəni sanki bir dənizə bənzədir. Buludlar üstündə boz qağayıdır. Yəni burada deyir ki, sanki onun üzərindəki buludları da nəyə bənzədir? Quşa da, qağayıya bənzədir. İndi mən sizdən necə soruşacağam? Deyəcəm Şuşada nə var? Siz deyəsiniz tərənnümün təsviri var. Bəs yaxşı,
burada deyəcəyik ki, daha sonra deyə bilərikmi ki, daşdır, qayadır, çaydır, dağdır, hər biri öz tarixi izlərini özündə saxlayırmı? Bəli, müəllimə, özündə saxlayır cavabını verməlisiniz. Bəs burada qıy səsi özünü atır qayadan deməklə şair nəyə ünvan edibdir? Qıy səsi deməklə quşların səsinə, yəni quşların necə əks-səda verməsinə, qayalara dəyəndə əks-səda yaranır, ona işarə edir. Bəs yaxşı, dərə ümman olur. Dərə nəyin nəticəsində ümman dönür? Deməli, siz duman nəticəsində. Bəs yaxşı, həmin dərələrin üstündəki buludlar nəyə bənzədilir? Qağayılara bənzədilir. İndi isə keçirik 4-cü bəndin izahına. Sanki duman üstə dayanmışam mən. Nağıl dünyasıdır bura elə bil. Deməli, şair Şuşanı nəyə bənzədir? Nağıl dünyasına bənzədir. Bax, duman üstə dayanmışam mən deməklə də şair burada bir şeyə işarə eləyir. Yəni deyir Şuşa ən uca zirvədə durubdur. Yəni duman da göydə olur axı. Deyir Şuşanın nə qədər yüksək bir mövqedə dayandığını göstərmək istəyirdi. Günəş Simruq kimi qalxır dərədən. Sümrüq şərq mifologiyasında müqəddəs əfsanəvi bir quşdur da. Sümrüq nədir? Quş. Aha. Yəni günəş sanki deyir yenidən doğulur, yenidən yaranır, yenidən dirçəlir. Qulaq as, daşlar da dil açıbdır deyir. Burada bax görürsüz metaforda insan dil aça bilər, amma deyir ki, daşlar da dil açıbdır. Yəni Şuşanın hər daşı tarixi danışır, tarixdən dil açır. Hər qayanın yəni öz hekayəsi olmasına burada işarə var. Daha sonra keçirik növbəti bəndin izahına. Dağ düyüb alnını dərdi var kimi. Deyirsən nədənsə söz salacaqdır. Qayalar sehirli qapılar kimi, deyirsən üzünə açılacaqdır. Dağ düyüb alnını dərdi var kimi. Burada şair demək istəyir ki, dağ bir insan kimi, dərdi var kimi də. Dağın alnının düyməsi, yəni insan dərdi ola bilər də. Burada deyir dağ insan kimi təsvir edilib, yəni dağı insana bənzədir. İnsan dağla vəhdət təşkil edib. Yəni dağlar da dərdi var kimi, qəmgin kimi durubdur. Və Şuşanın tarixi ağrılar yaşamasına işarədir. Yəni Şuşanın tarixinin ağrılar içərisində olması, sanki Şuşa da öz keçmişi içində saxlayır. Deyirsən nədənsə söz salacaqdır. Burada təbiət canlı kimi təsvir olunubdur. Yəni dağ dərdlidir, amma deyir danışacaq elə bil. Qayalar sehirli qapılar kimi. Qayalar da qapılara bənzədir. Nə qapıya bənzədir qayalar? Nəyə görə? Bu qapılar ya sirli bir keçiddə açılır, ya da tarixi sirləri gizlədir. Da qapının arxasında elə bir sir var. Burada qədim bir şəhərdir. Onun hər daşı bir tarix qapısıdır. Deyirsən üzünə açılacaqdır. Yəni burada da demək istəyir ki, qayalarda qapılar var. Hər qapının arxasında bir sir var. Deyir sanki həmin qapı açılacaq, bütün sirlər aşkar olacaqdır. Burada cəm olubdur əzəmət vüqar deyir. Yəni Şuşa şəhərində əzəmət də vüqar da bir yerə toplanıbdır. Duman çəkiləndə hər səhər, dumandan tökülüb qalır qayalar, dumandan səpilir çölə çiçəklər. Bir növ uşaqlar burada yəni deyir ki, gələcəyə bir növ ümid vardı. Deyir bir gün həmin çiçəklərimiz həmişəki kimi burada açılır. Valla göz sevinir, baxırsan ara. Bax görürsüz tərənnüm var. Bir dənə bu hissədə idi ki, hansı hissədə idi? Şuşanın tarixi keçmişi var, dərdi var kimi bu hissədə idi. Biraz kədər, amma şeir ümumi tərənnüm əsasında yazılıbdır. Öz yaşıl səsi ilə çağırır çəmən. Çəmənin çağırması təbii ki də metafordur. İnsan Şuşa ucalmasan boz buludlara, vətən torpağının heykəlisənsən. Bax, vətən torpağının heykəli adlandırılan obraz nə idi? Şuşa obrazı idi. Əsər hansı növdə yazılıbdır? Bəli, lirik növdə yazılıbdır. Əsər üçün nə əsas idi? Tərənnüm. Əsər heca vəznində yazılıbdır. Ümumiyyətlə uşaqlar, mənə deyin görün, bütün lirik növdə yazılan əsərlərdə tərənnüm olurmu? Xeyr uşaqlar, bütün lirik növdə yazılan əsərlərdə tərənnüm olmur. Əgər orada kədər hissi qüvvətlidirsə, həmin əsərdə tərənnüm olmayacaqdır. Qafiyə A, B, C-dır, C-dır. Görürsüz, bizim belə bir qafiyə sistemimiz yoxdur da. Yəni əgər belə olsaydı A, B, C-dır, yəni buna deyə bilərdik ki, qoşmaya bənzəyir. Amma bunun bütün bəndləri fərqli qafiyə sistemindədirsə, biz buna deyə bilmərik ki, bu hansı janrdadır. Yəni bunun janrı dəqiq demək, Misra daxili bölgüsü 6-5 şəklindədir. Gəlin baxaq görək, doğrudanmı bunun Misra daxili bölgüsü 6-5 şəklindədir?
Daşaltı çayına yol vermək üçün 1, 2, 3, 4, 5, 6. Doğrudan da 6, 5. Dağ öz ətəyini yenə burada fasilə veririk. 1, 2, 3, 4, 5, 6. 6, 5. Doğrudan da 6, 5 şəklində oxşuyur, elədir. Demək, şeir vahidi bənddir. Bəs şəkli desə nədir? Şəkli isə dördlükdür. Yəni misralar nəzərdə tutulur. Hər misrada 11 hecə olsa da qoşma janrı deyil. Çünki qoşma janrı ona görə deyil ki, qafiyə quruluşu qoşmadan xeyli fərqlənir. Şeir peyzaj lirikasıdır. Nəyə görə peyzajdır? Çünki Şuşanın təbiətini təsvir edir. Şeir mövzusu vətən, vətənin zəngin təbiətidir. Obrazlı deyimlərdə, məcazların köməyi ilə doğma vətənin füsunkar gözəlliyini əks etdiribdir. Və beləliklə Qarabağın, Şuşanın təbii mənzərələri barədə aydın təsəvvür yaradıbdır. Şuşanın gözəlliyindən, onun əzəmətliyindən danışır. Müəllif Şuşanı vətən torpağının heykəlinə bənzədir. Şeirdə heç bir sənətkarın adı çəkilmir. Məsələn, biz bundan əvvəl keçmişdik ki, bu şeiri bax, hansı şeir idi o? Qaytar mənim qüdrətimi. Azərbaycan şeirində sənətkar adı çəkilir, amma Şuşa şeirində heç bir sənətkarın adı çəkilmir. Müəllif Şuşanı deyim nağıl dünyasına bənzədir. O qədər gözəl yaşıllıqları var ki, şeir yalnız təbiət təsvirlərindən ibarət deyilir. Burada Şuşanın tarixiliyi də əks olunubdur. Axı burada deyir daşlar sanki öz rəngi ilə baxır dünyaya. Daşlar hər rəngində tarixi danışırdı. Şeirdə lirik qəhrəman xalqa azadlıq mübarizəsi, ümumiyyətlə burada azadlıq mübarizəsi, döyüş, vuruş yox idi. Şeir Şuşanın gözəlliyindən doğan nikbinlik var idi. Şeirdə Cıdır düzünün də adı çəkilmirdi. Əsərin təhlili və izahı bu qədər. Sağ olun, salamat qalın.